Siz İsraillə dostsuz, İsraillə hansısa bir şəkildə əməkdaşlığınız var, biz sizi qəbul etmirik deyir. Siz savadsızlığın dərəcəsinə baxın. Siz də erməni ilə sevişirsiniz də. Onda biz də sizi qəbul eləməyək də. Yox, biz çox normal yanaşırıq. Hərənin seçimi özünə görədir, hərənin dostu özünə görədir. Düzdür, ermənilər sizin dostunuz deyil, olmayıb, heç vaxt da olmayacaq. Siz özünüzü oynayırsınız. Ona görə bugün siz ermənilərin də əlinizdə tutmusunuz bir silah kimi istifadə edirsiniz. Öpüşürsünüz demirəm, siz ermənilərlə sevişirsiniz. Bu adi bir şey deyil. Amma biz İsraillə hansısa bir şəkildə əməkdaşlıq eləyə bilmərik. Niyə eləyə bilmərik? Siz mi qadağa qoyacaqsınız onu bizə? Kim yanımızda olub müharibədə? Kim bizi dəstəkləyib müharibədə? Günahsız ölümləri çıxmaq şərti ilə. Biz də o ölkələrə dəstəyik. Sizin puanınız mənim qardaşlarımın başına yağıb onları şəhid eləyib. Mən səni dəstəkləməyəcəm. Bir ömür də bundan sonra dəstəkləməyəcəm. İrandan bizə cavab gəlib. Daha konkret desəm, mənə cavab gəlib. İranlı aparıcı mənim onlarla bağlı fikrimə cavab verib. Necə cavab verib? Öz tərzlərində cavab verib. Cavabı nədirsə, buradan da təqdim eləyəcəm və üzərindən bir neçə faktı göstərəcəm burada. Əvvəlcə gəlin qulaq asaq, Səhər televiziyasının zəhər saçan aparıcılardan biri danışır. Nə düşünürsünüz? Ortalığa gündəm axtarırsınız. İranda uşaqlar bombardman olurkən, Təbrizdə analar ağlar qalarkən, daşdan səs çıxdı, sizin kimilərdən yox. Siz hələ iddia etdiyiniz soydaşın nə olduğunu anlamırsınız. Onsuz da bizim sizin kimilərə ehtiyacımız yoxdur. Təbriz sizin kimi nə İsrail pərəst olub, nə Epstein tərəfdarı. Bəli. Xanım öz aləmində ağıllı danışır. Bu izlədiyiniz görüntülər bəlkə sizin üçün yeni ola bilər. Amma hamısı bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində paylaşılan faktlardır. Cəsədlər içərisində insanlar öz doğmalarını axtarır. Bu cəsədlər İranın və yaxud da ki, İsrailin hücumu zamanı öldürülən kəslər deyil ha. Sizin molla rejiminizin öldürdüyü adamlardır. Fakt göstərirəm. Belə havayı danışmıram ki. Özlərini döyən analar, üzlərini cıran analar gördüyünüz kimi. Bunlar sənin tərəfini saxladığın, yeri gəlmişkən sən də onlardan birisən. Sənin tərəfini saxladığın molla rejiminin əl işlərindən cana doyanlardır. Övlad böyüdüblər min bir əziyyətlə, amma haqq səslərini çıxardıqlarına görə boğulublar. Gerçəkdən boğulublar. Səsləri yox, özləri boğulublar, həm də dar ağacında. Bir ananın qəbri üzərində, övladının qəbri üzərindəki fəryadı eşitdirirəm sizə. Mən Dağlar Munadi, Fərzənd Hərzi, Pedər Venus Munadi. Bu da mənim xanımımdır, Reyhan Yoldaşı. Yoxsuzlar bu xanımın dadışlarının qabağında sığırdı, qızımızı öldürürsən. Onlar xanımın verdilər zindana. Apardılar zorda zindanda təcavüz elədilər xanıma. Mənimlə qoluna dəstək vurdular xanımla. Özümü xoş verdim. Kanuna apardılar zordan dəstək vurdular şənəsibdə təcavüz ediblər. Danardanın bəzi. Bizi oradan tutdular, apardılar, fəqət dedi qızımızı nə üçün öldürübsünüz, özümüzdən dərd çəkin. Bizim İkkəlmə məclisində demişdi, bahalaq kesilməlidir, onun üstündə siyasilərdən öldürdülər qızını. Oyanın, mərdum, oyanın! Oyanın deyir, oyanın. Sizin Respublikanın vətəndaşlarıdır bunu deyən. Və bu gördüyünüz cəsədlər sizin əl işlərinizdir, bir daha qeyd eləyirəm. Yeri gəlmişkən, zorlanmaq nə deməkdir? İslamda zorlanmaq mı var? Cündəm axtarsan, cündəm buydadır da, bundan qəsək cündəm haydadır cöyəsən.
Gündəmdir də apayısınız, zoyuyusuz, sonra da deyirsiniz ki, biz İslam ümmətiyik. İslamda zorlanma yoxdur axı. Ağay bacı, bacılar bacısı, analar anası. İndi bu yenə də deyirəm, şallanmaqla deyil axı. Şallanıb güya siz nə olur ki şallananda anlamadım mən. Cürətli jurnalist olun da. Danışın da ölkənizdə baş verənlərdən. Niyə danışmırsınız ki? Adamın qolunu şikəst eləmişsiniz, arvadını da aparıb hardasa zorluyursunuz. Üzünüz qara olsun. İslamın üzünü qara eləməyin də bari. Bari İslamın üzünü qara eləməyin. Başqasının qadınına toxunmaq olar İslamda. Siz xəstəsiz, siz giçsiz, siz dəlisiz, siz anormalsız, sizin yiyəniz yoxdur, aparıb sizi müalicə elətdirsin. Bir də oradan video çəkirlər mənlə bağlı. Nə oldu? Sizin də şah damarınıza toxundu. Bəli, İslam dini o din deyil. Kim yalandan kölgələnir altında? Bir yerə qədərdir. Maskanız cırılacaq. Necə ki cırılır söz deyən kimi. Cündəm axtayısı, cündəm. Cündəm iyandır da. İyandan başqa cündəm var. Bütün dünya iyandan danışır. Ondan başqa cündəm var. Cündəm yoxdur axı. Yox deyə gündəm İrandan başqa. Bütün dünyada İrandır. Bütün manşetlərdə İrandır. Hətta xəbərə belə çıxmaq istəmirəm. Nə qədər İran oxumaq olar? Sonra gördüm ki, yox. Ağay Boci məndən danışıb və deyir ki, sizin heç yardımınıza ehtiyacım yoxdur. Yardımınıza ehtiyacın yoxdur. Nə video çəkirsə, deyirsən ki, niyə susursunuz bizdə günahsızlar öldürülür? Heç dəxli var. Gündəm odur ki, siz bir ananı gözü yaşlı qoymusunuz. Bugün də Molla rejimini lənətləyir və insanlara deyir ki, ayağa qalxın, balalarımızı öldürürlər. Deyirsiniz, bizdə uşaqlar öləndə niyə göz yumdunuz? Bizim gənclərimiz öləndə niyə göz yumdunuz? Özünüz öldürürsünüz də. Birinin başını çırpırsınız o səkiyə. Məhsa Əmini 22 yaşında. Niyə öldürdünüz ki? Saçı görsənirdi buradan ona görəmi? O ixtiyarı kim verir sizə? Nə özünüzdən orada əmrikə kəşf edirsiniz siz? Siz əmrikə kəşf eləyən olmusunuz? Sənin öldürdüyün Məhsa Əminiyə görə mən 4 ildir danışıram burada. Sənin heç ruhun da incimir əslində. Sənin cinsindən olandı o. Azərbaycan qadındır o. İndi güneydəndirsə. Heç Azərbaycanlısını da hələ qoyuram kənara. Bir İranlıdır da. Sən necə sustun? Niyə mumladın, yumdun ağzını? Niyə sustun? Bilirsən niyə sustun? İndi video çəkəndə deyirsən ha, Əmrikənin, İsrailin pulu ilə danışan media. Ay yazıq. Şəxsən öz adıma deyirəm. Heç kimin pulu ilə danışmıram. Çünki heç kimdən pul almıram. Amma sən bədbəxt, sənin Molla rejimin nə deyirsə, onu çərənləyirsən. Danışmırsan, çərənləyirsən. Bunlara kör olmaq mütləq gözü yumulu olmaq demək deyil ki. Bunları görmürsənsə körsən, kör başqa cür. Necə olur ki? Fəryad eləyir ana. 20-22 yaşında oğlanları sizin polisiniz, silahlı qüvvələriniz öldürür. Niyə? Çünki onlar azadlıq şüarı səsləndirirlər. Çünki onlar ölüm olsun Xamneyiyə səsləndirirlər. Çünki onlar biz dünyəvi dövlət olmaq istəyirik deyirlər. Siz nəyin ümumiyyətlə şərhini verirsiniz? Siz nə deyirsiniz, anlayırsınızmı dediyinizi?